Qudunu nə? Arvadı razı sala bilirsən. Niyə razı salmıram az arvadı? Dəlirsən sən arvada bal yedizdirəcəm, şəkər yedizdirəcəm, qoz yedizdirəcəm, fındıq yedizdirəcəm, hündüşka yedizdirəcəm, ördək yedizdirəcəm. Bir əli yağda olacaq, bir əli də basta. 40 ol yumurtalarım var. Deyəcəm 40 vur üstünə, maskadır. Üzün olsun pırıl pırıl. Niyə razı salmıram arvadı? Hə bir görə arvad mən razı sala biləcək. Bir görəcəm üzü yoladı. Bir görüm çay istəyəndə bir qaşın qabağını tökür. Görüm nətər arvaddır. Bəlkə deyəcəm saat gecə 3-də şeydir, açmışam, may yemək ver. Görüm bir deyir, her eləyən arvadı istəmirəm. Ben olsa subay qalarım da. Ancaq yemək deyir. Ben ağıracam, ben arvada xoşbəxtliyinə eləyəcəm. İnsan evində yemək görməyəndə qaşın qabağını tökür. 2 gün kimsə evində yemək pişməyəndə qaşın qabağını sallayır. Arvada bir yemeği alma, 2-3-4 gün pazarlık demek ki dallanata tepkilecek, çıkıyor evden diyecek ki yemek tap getir, şöyle pılkı tap getir, pazarlık eləyək. Evde yemeği olmayan da hamının qaşı qabağı yerindən gelir. Yaxşı, düz deyirsən. Sənin razım yerində vanna yoxdur. Niyə yoxdur ki? Təzim yüksəkdir ona görə. Qarazlar! Bir dənə dalından bir yumurta salassan, qaqqıl deyəsən. Bir 15 qəpili, 20 qəpili yumurta salassan, qaqqıldın götürəcək oraları. Bildik dana. Hamı deyəsin ki, mahalle qızıl verib, brilyant verib. Geyim götürün deyə yani yumurtamışam, gəl götür. Get dana, Allah sənin keyfini versin. Təşəkkür edirəm. Necə telefonda 3 dənə. Birindən canlı açıram, birindən can sustu. Ben qarazlar dedim, ona görə susmalıdır. Sən mənim toyuqlarla mənim dilimi bilir, mən də toyuqların dilimi bilirəm. Toyunda kəs deyəsən.